Son vaxtlar sakinlərin ən çox şikayət etdiyi məsələlərdən biri də bina rəhbərliyi tərəfindən hər ay mənzilin kvadrat metrinə görə komendant pulunun yığılmasıdır. Bir çox vətəndaş hesab edir ki, yüksək məbləğ ödəyib ev aldıqları halda sonradan davamlı olaraq əlavə ödəniş etmək məcburiyyətində qalırlar. Bəs qanunvericiliyə əsasən mənzil sahiblərindən hər ay kvadrat metrə görə komendant pulu və ya kommunal haqqı tələb oluna bilərmi? Xəbərlər.net xəbər verir ki, Qlobal Infoya danışan vəkil Ramil Süleymanov kommunal xidmətlərlə bağlı MTK və ya MMC-lərlə sakinlər arasında bağlanan müqavilə əsas sənəddir deyib. Xidməti göstərən tərəf xidmət haqqını müəyyən və təqdim edir, sakinlər isə müqaviləni imzalamaqla həmin şərtlərlə, o cümlədən qiymətlərlə razılaşmış olurlar. Vəkil bildirib ki, əgər sakinlərin təqdim olunan qiymətlərlə bağlı etirazları varsa, onlar ya müqaviləni imzalamaqdan imtina etməli, ya da öz təklif və qeydlərini bildirərək müqaviləni imzalaya bilərlər. Bununla yanaşı, sakinlər bina rəhbərliyinin müəyyən etdiyi xidmət haqları ilə razılaşmırlarsa, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq hüquqi şəxs yarada və binanın idarə olunmasını, o cümlədən kommunal xidmətlərin təşkilini özləri həyata keçirə bilərlər deyə bildirib.